Ən böyük inqilab yeni nəsil yetişdirmək çabalarıdır. Yazar İnsafəli Hidayət. Təhiyyə və tənzim türk məqalələr. Yazdı, lütfən sizlər mahir ruznamenigarlarsınız. Yardım edin, hərəkətdə birinci nəsilləri əməkli, yəni bazı səsdə edək. Çünki nə qədər bunlar var, biz dünyada rəsmi opozisiyona çevrilə bilməyəcəyik. Yazdım, mən 10 ildən çoxdur bunu deyirəm, amma olmaz. Bir nəsli əməkli etmək çabası sadəcə ixtilafları çoxaldar. Çünki biz indi 4 nəsillə üzbəyüzük. 1. 70 yaşdan yuxarılar. Bunların hamısının beyinlərində İrançılıq oturaq etmiş. O nəslin təbii ölüb qurtarmasını gözləməliyik. 2. 40-70 yaşlılar. Bunların %90'ı pan-İranistlər. Yəni görünməz pan-İranistlər. Çoxu bilmir və qəbul etmir ki, beyinləri qurumuş. Bu nəsil bəzi fikirləri ürətə bilər. Bunlar təşkilat qura bilər, amma düşüncələrinin dərinliyində Azərbaycançılıq, türkçülük və istiqlal zəif ola bilər. Bunlar çoxunluqda ailə və iş sahibi olduqdan mühafizəkarlardılar. Bunların bir şansı var. Azdan çoxdan dəyişsinlər. Amma bu nəsildən savaşçı və rejim dəyişdirən çıxmaz. Özəlliklə xanımlar İrançı, farsçı medialarına bağlı olduqlarına görə İrançıdırlar. 3. 20-40 arası yaşlılar. Müxtəlif səbəblərdən dolayı bunların beyni İran, Fars və Molla rejimi ilə müxalif durumdadır. Dindən, molladan, traktora olan ədalətsizlikdən, işsizlikdən və belə-belə işlərdən gilirlidirlər. Bunların bir çoxu İran-Fars istimarını anlayır. Deyişərək Azərbaycan və türkçülük edə bilərlər. Amma qorxaq nəsil və 1357-ci inqilabın soyqırımından nağıllar eşidib, tutuklanmaları görüb, işgəncələrin xəbərini eşidib və nələr qorxaqdırlar. Habelə mədrəsə, radio, televizyonlarda Fars rejimlərinin propagandalarına qurban gediblər. Bunların siyasi və dünya görüşləri, beynaltı və düşüncə binövrələri, yəni zirbinayi fikirləri yarımyamalaq İrançıdır. Amma Farslar və Fars dili ilə müxalifdirlər. Bunlardan alternativ fikirlər və düşüncələr ortaya çıxa bilər, təşkilat qurmağa çaba göstərirlər. 4. 1-20 yaş arası. Bunların anaları türkçü və Azərbaycançı olursa, milli türkçü, Azərbaycançı, fədakar, qorxmaz, üsyançı, ədalət axtaran, azadlıq və istiqlal uğrunda can alan, can verən nəsil olacaqlar. Bu nəsil 20-40 yaşlı qorxaqların fikir ürünlərini eşidəcək. O düşüncələrin üstünə qat-qat artıracaq. Təşkilatlanmaqdan çəkinməyəcək. Təşkilatlanacaq. Siyasi və dünya görüşü Fars və İrançılığa dərin qarşı-qarşıya duracaq. 1-20 yaşlılar qorxusuz, vətənpərvər və cəsur insanlar olacaqlar. Vətən və millətin azadlığı və gözəl gələcəyi onların əli ilə mənalanacaq. Sözün özəti. İndidən 10-15 il vaxtımız var ta bir yeni, amma doğru düzgün nəsil yetişdirək. Vaxtımızı o biri 3 nəsilə hədər etməməliyik. Qalan ömrümüz yeni yetişmələrimizə Fars-İrançılıqdan aldığımızdan başqa təriflər və düşüncələr verməliyik. Hayf olsun bizim işə aldığımız sözlərin bir çoxunun içərisi İran, Fars və Molla Şah rejimi törətdiyi mənalar, düşüncələr və dünya görüşünü daşıyır. İstər-istəməz biz Fars kültürün, düşüncəsin, dünya görüşün və mədəniyyətin daşıyır və paylaşırıq. Biz düşünü türkçülər bir devrim, bir çağ, bir düşüncə partlayışına yönəlməliyik. Yeni bir türkçülük, Azərbaycançılıq, vətənpərvərçilik, millətçilik anlamı yaratmağa çaba və cəhd göstərməliyik. Bu çabaları indi başlarsaq, şansımız da olursa, yeni nəslin türkçü, qorxmaz, savaşçı, düşüncəli, fədai, fərqli baxışlı, gələcəyə yönlü və inkişaf amaclı olmasına yardımcı olaraq. İndiki iç ixtilaf və savaşlarımız əldə olan az qüvvə və gücümüzü də zay edər. Bu ixtilaflar yeni nəsli yetişdirmək fürsətini əlimizdən alar. Düşüncəsiz və İran-Fars media hegemoniyası ilə yetişən nəsillər sadəcə bir-birləri ilə mücadilə edərlər. Necə ki, bu günlərdə bizim 3 nəslimiz bu xəstəliyə ilişiblər. Əsil düşməni, yəni farsçılıq və İranı görməzdən gəlir. Öz aralarındakı ixtilafları düşmən qonumuna
oturduqlar. Tüm fikir və çabaların özlərinin gücsüzlənməsinə sərf edir. Əsl düşmən müstəqil Azərbaycanımıza həmlə halında olarkən bizi bir-birimizin canına salıb ta içəridəki və ona qarşı çıxa bilən gücümüzü xunsa etsin. Əsl düşmən qıraqda oturub bizim aramızdakı cüzi və təbii ixtilafları içimizdəki əlləri ilə xarlandırır, alovlandırır. Nədən bu ixtilaflar bu səthədə indi ortaya çıxıb? Nədən biz ixtilafları yaşayırıq? Hər millət müştərək təriflər üzərində bir-birləri ilə əməkdaşlıq edərlər. Nədən biz bu tərifləri yaratmağa cəhd etmirik? Əslində bizim insanlarımız başqa-başqa dillərlə bir-birləri ilə danışırlar ki, hər birisi o birilərinin dilini anlamır. Nədən türkçülük, Azərbaycançılıq, millətçilik, milli mənafe, düşmən, dost, türk milləti və türk dünyası, türk birliyi və bunların uğrunda fədakarlıq, ölüb öldürmək bir şərəfdir deyə ədəbiyyat törətmirik? Nədən var gücümüz ixtilafların dərinləşməsinə, bir nəsli görməməzliyə, hətta silməyə cəhd edir? Çünki bizlər dildə və zahirdə türkçü və Azərbaycancıyıq. Doğru türkçü, millətçi, vətən fədaiçi olsaydıq, fərqli baxış və oyanışı, təşkilatlanmanı, nəsilləri öz övladımız, öz ata-anamız kimi görür. Heç birini silib atmazdıq. Onları oyundan çıxartmazdıq. Hər biri ilə o səviyyədə davranardıq. Ta hamımız birlikdə əsl amacımıza əl tapaq. Hər aydın bilir ki, Darülfünun qurulandan bu günədək 6 nəslimizin beyni farsçı, İrançı yetişmiş. Hərənin ayılmaq, düşünmək, davranmaq və fədakarlıq səviyyəsinin fərqli tarixi vardır. Hamı mənlə ya bizlə bir zamanda ayılmayıb. Ayılmağa da zorunlu deyil. Yeni nəsil yetişdirmək, dözüm, fədakarlıq və əfv etmək gücü istər. İntiqamçı ruhla aydın və fədakar, candan maldan keçən nəsil yetişdirmək olmaz. Bir-birimizin ixtilafların, səhvlərin və iştibahların görməmək və bağışlamaq ilə qoradan halva bişər, baramadan isə atlas ələ gəlir. Qayğılarla İnsafəli Hidayət.